Quranda bütün imamlar bizə deyib, Peyğəmbər Əhl-i Beyt deyib ki, Quranda iki cümlə var ki, zahidlik bu iki cümlədədir. Buyurur ki, لِكَيْلَا تَأْسَوْ عَلَى مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا بِمَا آتَاكُمْ. Əlindən gedən şeylər üçün təəssüflənmə, əlvə gələn şeylər üçün sevinmə. Buna deyirlər zahidlik. Bu iki cümlədir. Gələndə sevinsən, gedəndə kədərlənəcəksən. Bəs nəyə sevinək onda? Gələndə sevinmə, gedəndə. Və nəyə sevinək? Özünə layiq səbəbdir sevinməyə. Sevincə insansan, özünə layiq səbəbdir. Bir dənə sizə söz deyim, bunu da yadda saxlayın. Allah bizim sevinməyimizi istəyir. Bunu yadda saxlayın. Allah istəyir, biz sevinək. Bəs niyə bəzi yerdə ki, filan şeyə sevinmə? Çünki bəzi sevinclər var ki, o sevinci olsa mütləq qəm də qarşılayacaq onu. Bunun gəlməyinin getməyi də var axı. Gəlməyinə sevinsən, getməyinə kədərlənəcəksən. Getməyinə kədərlənəcəksən deyə deyir sevinmə. Əsas sözü budur ki, kədərlənmə. Kədərlənmə. Çünki sevinəndə kədərlənəcəksən. Sevinmə deyir, deməli kədərə müqəddimədir deyə deyir sevinmə. Başa düşürsünüz, bu çox qiymətli söz oldu ya, bu çox qiymətli sözdür. Sən demə Allah harda sevinmə deyir, o şeylərə deyir ki, onun sevinci sənə narahatlıq gətirir. Bəs necə eləyək həmişə sevincək, halda olaq, Allah belə istəyir, bəli, ola bilər, bəli. Sadədir, aradan getməyən şeylərə könül bağla ki, heç zaman getməsin, sevin, kef elə özün üçün. Kimin sənin sevincindən nə işi var? Allah elə istəyirsən, hər an sevinəsən. O yerdə ki, deyir, sevinmə deyir ki, çünki müvəqqətidir. Bunu indi sevinməyin burnundan gələcək, axı, niyə mən istəmirəm sənin burnundan gəlsin, sən narahat olasın. Biz deyilə bilir ki, Allah deyir, sevinmə. Əksinə, hədisdə var, Allah zahidliyi ona görə deyir insana ki, insanın qəlbi aram olsun, hazırlığı olsun ki, bir insanla danışmaq mümkün olsun. Qulağı eşitsin, Allahla bir münacat eləyə bilsin, Allahın sözünü eşitsin, Allahla danışır. Qəlb aram olsun ki, yatsın onun hayküyü ki, bir ibadətdən də zövq ala bilsin, diqqəti də Allaha yönələ bilsin. Evə gəlmirsən, kitab oxuyursan, uşaq alır əlindən atır. Telefona baxırsan, alır, atır. Televizor yandırsan, söndürür. Ay bala, nə istəyirsən məndən? İstəyirəm bunları qoyasan kənara, mənlə oturub söhbət eləyəsən. Mənə diqqət eləyəsən. Allahı uşaqla müqayisə eləmirəm, mövzu aydın olsun deyə deyirəm. Allah da demir ki, qoy qırağa. Allahın fərqi bundadır ki, Allah deyir, məşğul ol, qəlbin mənlə olsun. Qəlbindən çıxart ki, bir oturaq danışa bilədir, yox, sözümü eşitmirsən, sən qulağın kardır. Qəlbindəki bu təlatüm imkan vermir, oturaq bir kəlmə danışaq, bir münacat eləyəsən, zövq alasan. Qəlbim mənimdir, onu başqasını doldurma, bu mənimdir. Bunun da xeyri sənədir. Əla biz zikrillah tətməinnül qulub, qəlblər məni yad eləməklə aram olur. Yad elə ki, aram olasan.